Hörmətli müəllimlər, əziz məktəb yoldaşlarım və radio dalğalarımızın sadiq dinləyiciləri, hər birinizi bu gözəl səhərdə ən xoş duyğularla, səmimiyyətlə və dərin hörmətlə salamlayırıq. Məktəbimizin sənət və mədəniyyət çağrısı olan Gələcəyin İşığı FM radiosu növbəti dəfə efirdədir. Mikrofon qarşısında mən 5 sinif şagirdi Nuray Kazımova. Bugün təqvimimiz 21 may tarixini göstərir. Bu tarix təkcə bizim üçün deyil, dünya təsviri sənəti üçün həm kədərli, həm də sonsuz qürur verici bir gündür. Çünki 5 il əvvəl 2021-ci ilin məhz bu günündə dünya şöhrətli rəssamımız fırçası gücü ilə rənglərə can vermiş misilsiz sənətkar, SSR və Azərbaycanın xalq rəssamı Tahir Salahov ədəbiyyata qovuşmuşdur. Yəni Azərbaycan rəssamlar İttifaqında uzun illərlə rəhbəri olmuş, rəngləri dili ilə tariximizi, milli ruhumuzu və xalqı yenilməz iradəsini dünyaya tanıdan bu dahi sənətkarın həyat və bizə miras qoyduğu möhtəşəm sənət dünyasını birlikdə daha geniş və ətraflı nəzər salaq. Tahir Teymurov Salahov 1928-ci ildə Bakının qədim və sirli güşələrindən biri olan İçəri şəhərdə hər bir daşın tarix daşıyan məkanlarında dünyaya göz açmışdı. O, təsviri sənətdə sərt üsulu adlanan yeni və cəsarətli bir cərəyanın yaradıcılarından biri kimi tanınır. Tahir Salahov rəsmləri sadəcə rənglərin kətan üzərində estetik birləşməsi deyil. O, hər bir əsərin insan iradəsini, daxili sarsılmaz gücünü, ağır və şərəfli zəhmətin həyat yolu ilə olduğu kimi bütün çırpaqlıq və gerçəklik ilə təsvir edirdi. Onun fırçasında çıxan Neftçi Xəzərdə vaxtda təmirçilər kimi məşhur əsərləri Azərbaycanın sənaye gücünü və Xəzərin zəhmətkeş insanlarını vəsf edirdi. Eyni zamanda dahi bəstəkarımız Qara Qarayevin portreti əsəri ilə o, musiqi dünyasının dərin fəsilləri rənglərlə dondurmağı və gələcəyi nəsillərə ötürməyə bacarmışdı. Bugün onun əsərləri dünyaya ən möhtəbər muzeylərindən Louvre'dan tutmuş Treyakor qalereyasında ən yüksək salonlardan sərgilənir və hər kəsi heyran qoyur. Rəssamın yaradıcılığında doğma Bakı, Xəzər dənizi və Azərbaycanın mərd işsevər insanları hər zaman xüsusi bir mərhəbətlə fərqli bir rakursdan tərənnüm olmuşdur. Tahir Salahov təkcə böyük bir rəssam deyil, həm də Azərbaycan incəsənətinin dünya ən nüfuzlu elçilərindən biri idi. Uzun illər Azərbaycan Rəssamlar İttifaqında rəhbərlik edən ustad sənətkar yüzlərlə gənc rəssamın yetişməsində milli incəsənətimizin beynəlxalq aləmdə öz layiqli və şərəfli yerini tutmasında misilsiz xidmətlər göstərmişdi. O, UNESCO kimi böyük beynəlxalq təşkilatlardan Azərbaycanı ən yüksək səviyyədə təmsil etmiş, dünya rəssamlıq elitasının ən hörmətli və sözü keçən üzvlərindən biri olmuşdu. Onun sənəti həm ölkəmizdə, həm də xaricdə çox yüksək qiymətləndirilmiş, dövlətimiz tərəfindən ən ali orden və mükafatları o cümlədən Heydər Əliyev ordeninə layiq görülmüşdür. Tahir Salahov əsərləri bugün bizlərlə keçirilmiş gələcək arxasında möhkəm sənət körpüsü qurmağı, gözəllik sadəlikdə, səmimiyyətdə və insan daxili gücünü artırmağı öyrədir. Əziz məktəb yoldaşlarım, Tahir Salahovun zəngin və ibarətamiz həyat yolu ilə bizə öyrədir ki, əsl uğur sonsuz zəhmət, istedad və vətənə olan dürüst münasibətindən keçir.
O, ən çətin anlarda belə yaradıcılığından qalmamış, hər zaman milli dəyərlərimizi qoruyan müasirliyə və yeniliyə can atmışdı. Biz şagirdlər üçün onun irsi əvəzsiz bir mədəniyyət məktəbdir. Rəsmlərinə baxdıqca biz həm xalqımızın şanlı keçmişini öyrənir, həm də sənətin insan ruhunu necə ucaltdığını, ona necə qanad verdiyini hiss edirik. Hazırda İçəri şəhərdə yerləşən onun ev muzeyini ziyarət etmək, rəssamın o möhtəşəm iş otağını, illərdə istifadə etdiyi boyalar və yaratdığı şah əsərləri canlı görmək hər birimizin dünya görüşünü, estetik zövqünü və milli təfəkkürünü inanılmaz dərəcədə zənginləşdirə bilər. Gəlin biz də öz sayəmizdə, dərslərimizdə, idman və ya incəsənət fəaliyyətimizdə Tahir Salahov kimi məsuliyyətli, cəsarətli və hər zaman yaradıcılıq olmağa çalışaq. Dəyərli dinləyicilər, Azərbaycanın fəxri, dünya sənətinin sarsılmaz sütunlarından biri olan Tahir Salahovun anım gününü həsr etdiyimiz radio verilişimizin sonuna gəldik. Rəssamlar fiziki olaraq dünyadan köçsə də onların rəngləri yaratdıqları ölməz obrazlar və dünyaya qoyub getdikləri o nurlu, silinməz izlər əsla unudulmur. Tahir Salahovun əziz xatirəsi onun kətan üzərində köçürdüyü duyğular və biz gənclərin yaddaşında hər zaman canlı qalacaqdır. Mən sizinlə idim Nuray Kazımova. Gələcəyin işığı FM radiosunun adından hər birinizə səadət dolu, rəngarəng, parlaq və uğurlu zəngin bir gün arzulayıram. Növbəti zəngə qədər sənəti sevin, tariximizi qoruyun, muzeylərimizi ziyarət edin və hər zaman ən uca zirvələrə can atın. Sağlıq qalın, həmişə sənətlə və mədəniyyətlə qalın.